Salam hörmətli izləyicilər, hər birinizi xoş gördük. İmtahan verilişinin növbəti buraxılışını canlı olaraq təqdim edirik. Bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi tərəfindən bu yaxınlarda peşə seçimi aləti ictimaiyyətə təqdim olundu. Uzun müddət idi ki, bu alətin, bu qiymətləndirmə diaqnostika alətinin üzərində iş gedirdi və bir platforma olaraq Dövlət İmtahan Mərkəzi artıq onun təqdimatını həyata keçiribdi. Bununla bağlı bizim ilk imtahanımız, daha doğrusu buna imtahan demək doğru olmazdı. İlk testimiz dekabr ayının 10-unda, yəni sabah olacaqdı. Müəyyən sayda insanlar qeydiyyatdan keçibdi. Bugün biz bu peşə seçimi alətini müzakirə eləyəcək. Ümumiyyətlə, ixtisas seçimi, peşə seçimi ən aktual məsələlərdəndir. Ona görə də studiyamıza Dövlət İmtahan Mərkəzinin səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin əməkdaşı Sevinç xanımı dəvət eləmişik. Bax, bu test barədə, bu testin məzmunu, ümumiyyətlə necə qeydiyyatdan keçmək lazımdır, bu bizim şagirdlərimizə nə verir? Bax, bununla bağlı biz söhbət eləyəcəyik. Sevinç xanım, xoş gəlmişsiniz. İlk öncə təşəkkürümü bildirirəm. Çox sağ olun. Dəstəyiniz üçün, hörmətli izləyicilər, sizə də bugün peşə seçimi aləti haqqında məlumat verəcəyik. İlk öncə bir psixoloq olaraq peşə seçimi haqqında məlumat vermək istəyərdim ki, ümumiyyətlə peşə seçimi nədir? Biz peşə seçimini artıq belə deyək, yeniyetməli yaş dövründən başlayaraq özümüzə bir növ sual veririk ki, biz gələcəkdə kim olacaq, biz hansı peşəyə malik olacaq, hansı bizim səriştələrimiz olacaq, necə inkişaf edəcək, karyeramız hara geləcək, yüksələcək. Düşünürəm ki, xanlar müəllim, elə siz özünüzə də yeniyetmə yaş dövründə bu sualı vermişsiniz. Bəli, hər birimiz özümüzə veririk. Və bu suala düzgün cavab vermək üçün biz özümüzü tanımalıyıq. Bir növ öz xüsusiyyətlərimizi, öz biliklərimizi, bacarıqlarımızı, dəyərlərimizi, motivlərimizi və bunların hamısını toplayaraq biz artıq özümüz haqqında bir növ məlumat toplayırıq. Və bu məlumatı biz fərqli peşələrin tələblərinə uyğun olaraq müqayisə etməyə başlayırıq. Məsəl üçün, həkim olmaq üçün hansı tələblərimiz var? Biz o tələblərə nə dərəcədə uyğunuq? Biz həkim ola bilərikmi? Bizim marağımız varmı? Biliklərimiz, bacarıqlarımız nə dərəcədə uyğundur? Və bunların hamısını edən proses peşə seçimidir. Və peşə seçiminə dair biz alət təqdim edirik cəmiyyətimizə, kütləmizə ki, hər bir iştirakçı, hər bir yeniyetmə bizim testimizdən yararlana bilsin. Peşə seçimi məhz budur və düşünürəm ki, bu ən aktual və təməl qoyan, şəxsiyyətin daha da yüksəlişə gedən bir yolunu təməl qoyan bir prosesdir və istəyərdim ki, bu prosesdə hər bir yeniyetmə iştirak eləsin ki, hamı öz yolunu düzgün tapsın, hamı öz yolunu düzgün müəyyənləşdirsin. Zaten elə bu testin məqsədi də ondan ibarətdir də. Yəni, sənin bacarığına, şəxsi keyfiyyətlərinə uyğun olaraq müəyyən eləyirsən ki, hansı istiqaməti mən seçməliyəm. Yəni, hansı ixtisas və yaxud da ki, peşə mənə daha çox, peşə sahəsi mənə uyğundur. Bax, bunlar kimlər iştirak eləyə bilər? Mən istəyirəm bu barədə bir məlumat verəsiniz. Bizim hal-hazırdakı versiyamız yeniyetmələr üçündür. 8-ci sinifdən başlayaraq bizim peşə seçimi alətindən yararlana bilərlər. Gələcəkdə artıq biz həmçinin yetkin şəxslər üçün də test tərtib etmək artıq eləyirik, yavaş-yavaş başlamışıq o prosesə, bəli. Amma hal-hazırdakı versiyamız yeniyetmələr üçündür. Qeyd etdiyim kimi 8-ci sinifdir. Göstərə bilərsinizmi, bax, necə qeydiyyatdan keçə bilərlər? Bugün saat 6-ya qədər bu proses davam eləyəcək də, sabah imtihanda iştirak eləmək üçün. Bəli. Əməkdaşımız göstərir, ümid edirəm, ekranı. Biz Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsinə daxil oluruq. Bu arada qeydiyyat linki həmçinin e-psixoloq az səhifəsində də olacaq. Amma hal-hazırda dim.gov.az səhifəsindədir. Elə ana səhifəni açan kimi biz birinci olaraq peşə seçimi testində iştirak üçün qeydiyyat səhifəsini görürük və üzərinə basandan sonra biz peşə seçimi testində iştirak üçün qeydiyyat səhifəsini açırıq və bu səhifədə ümumiyyətlə təlimatlar verilib ki, qeydiyyatdan necə keçmək lazımdır, hesabı necə artırmaq lazımdır. Birinci şəxsi kabinet yaratmalıdırlar, əgər şəxsi kabineti yoxdursa. Şəxsi kabinetə giriş edirik ya da ki, yoxdursa qeydiyyatdan keçirik, şəxsi kabinet açırıq. Və ondan sonra da bizə belə bir səhifə açılır.
şəxsi kabinetə giriş. Hər birimizin öz fini var, şəxsiyyət vəsiqəsinin kodu, və şifrimiz var, bəli. Şifrə və həmçinin də biz burada kapçanı, yəni şəkildə görünən rəqəmləri qeyd edərək artıq səhifəyə keçid edə bilərik. Mən sizə göstərim ümumiyyətlə səhifədən keçəndən sonra nələr bizə açılacaq. Belə bir qeydiyyat səhifəsi olacaq. Biz burada analitik məlumatlarını toplayırıq ki, həmçinin bizim üçün də bu bir növ verilənlər bazasıdır, datadır. Və yəni bu da o bizim ilkin üçün məlumatlardır ki, özü haqqında olan məlumatlardır, doldurur. Bəli, iştirak məqsədi, platformadan necə məlumat, hardan məlumat aldı, ümumiyyətlə hansı peşəni planlaşdırır, yəni baxmaq üçün ki, ümumiyyətlə planlaşdırdığı peşə və real olan nəticələr nə dərəcədə uyğun gəlir bir-birinə. Ekranı böyüdün, zəhmət olmasa daha yaxşı görsənsin. Sevimli fənlər, burada məsəl üçün biz qeyd edə bilərik. Əvvəllər peşə seçimi testindən keçibmi iştirakçı ya yox. Hansı məktəbdə, hansı təhsil müəssisədə hal-hazırda oxuyur və hansı sinifdə oxuyur. Bəli. Bu məlumatları qeyd etdikdən sonra artıq şəkildəki mətni daxil edirik. Məsəl üçün burada qeyd olunub 89-90. Bəli. Bu rəqəmi yazandan sonra təsdiq et düyməsini basaraq biz qeydiyyatdan keçib artıq düşəcəyik qeydiyyat səhifəsinə və qeydiyyat səhifəsində də biz sadəcə tarixi seçəcəyik və tarix seçiləndən sonra müəyyən edilmiş tarixdə yaxınlaşırsınız bizim elektron imtahanlar korpusu binasına və testdən keçirsiniz. Testdən keçəndən sonra da nəticələr elə birbaşa şəxsi kabinetinizdə, yəni səhifənin üzərində olacaq. Aydındır. Bu testin məzmunu haqqında mən istərdim siz bir məlumat verəsiniz ki, bax, suallar belə deyək də və yaxud da şimdi orada hansısa bir bəyanatlar və yaxud da hansı formadadır ümumiyyətlə sualdır, cavab verir, yoxsa çox variantlı, ona nələrsə təqdim olunur, hansı hissələrdən ibarətdir? Ümumiyyətlə, müxtəlif belə deyək, formatlardan ibarət olan bir alətdir. İlk öncə nədən ibarət olduğunu demək istəyərdim. Birincisi, təfəkkür növlərini ölçən bizim alətimiz var. İkinci, şəxsi xüsusiyyətlərin diaqnostikası və üçüncü, peşə maraqlarının təyini. Yəni, 3 bölmə var da? Bəli, 3 bölmədir. İlk öncə, təfəkkür növlərinin qiymətləndirməsi 3 blokdan ibarətdir. Verbal təfəkkürü, riyazi təfəkkür və fəza təfəkkürünü ölçə biləcək suallar verilibdir. Açıq suallar da var, qapalı suallar da var. Bu təfəkkür növlərinin qiymətləndirməsi alətinin bütün suallara cavab verməyə məcburi deyil. Burada tam səmimi olmaq lazımdır ki, tam dürüst, səmimi və də dəqiq nəticələr əldə etmək üçün biz bu səmimiyyəti qoruyub saxlamalıyıq. Çünki ilk öncə istəyərdim, bunu da qeyd edəm ki, ümumiyyətlə bizim verdiyimiz, sizə təqdim etdiyimiz alət imtahan deyil və burada biz bilikləri birbaşa ölçmürük. Bizə lazımdır ki, sizin hal-hazırdakı vəziyyətiniz və biliklərinizin səviyyəsi hansı dərəcədədir ki, biz uyğunlaşdıra bilək ki, hansı peşə sahələri sizə daha yaxındır. Yəni, tam səmimi olmaq lazımdır da. Bəli. Yəni, əgər suala cavabı bilmiriksə, sualı saxlayırıq, keçid edirik digər suallara. Təfəkkür növləri testi belədir. Burada neçə sual var belə? 97 sualdan ibarətdir. Keçid edirik ikinci alətimizə, şəxsi xüsusiyyətlər diaqnostikasıdır. Burada bütün suallara cavab vermək lazımdır. Sual sayı 56-dır. İki tərəfli bəyanatlar veriləcək. Siz bəyanatları oxuyursunuz və hansı bəyanatlar sizə daha yaxın olursa, o tərəfdəki bəyanatı seçirsiniz. Yəni, təlimat hər bir alətin, hər bir testin altında təlimat qeyd olunub və ümumiyyətlə, bizim əməkdaşlar da test zamanı, aləti keçdiyi zaman binada olacaq və hər hansı bir sual yarandığı təqdirdə biz sizə canlı formada o sualların cavablandıracaq. Yəni, orada nəzarətçilər olacaq. Bəli, aktivliyi biz qoruyub saxlayacaq. Şəxsi xüsusiyyətlər testinə də 7 şkala daxildir. Emosional sabitlik, yeniliyə açıqlıq, empatiya, liderlik, riskə hazırlıq, emosionallıq və çeviklik şkalaları. Burada qeyd etdiyim kimi bütün testlərə cavab vermək lazımdır, bütün suallara. Yəni, hansısa suala cavab verməsən, növbəti keçid edə bilmirsən. Bəli, hamısını tamamlayırıq və keçid edirik üçüncü peşə maraqları testinə. 90 bəyanatdan ibarətdir. Bu test biraz fərqlidir digərlərinə baxanda. Biz bir-bir bəyanatı oxuyuruq və
Üzərinə klikləyirik. Əgər ki, bizə bəyanat maraqlıdırsa. Bəyanatda yazıla bilər ki, mənə maraqlıdır. Məsəl üçün, deyək, müəllimlik sahəsi, dərs demək, hər hansı bir bilikləri ötürmək və s. Əgər bu mənə maraqlıdırsa, mən o bəyanatın üzərində klikləyirəm və belə bir formada peşə seçiminin, peşə maraqları testindən keçid edirik. 90 bəyanatdır. Ola bilər ki, bizə 90 sualdan yalnız biri maraqlı gəlsin. Ola bilər ki, bir 10 dənə bəyanat maraqlı gəlsin. Ola bilər ki, 40 və ondan daha çox yəni, hansı maraqlısa onu qeyd edirsən. Bəli, maraqlı ola bilər, bəli. Və testləri keçid edəndən sonra artıq bizim nəticələr bölməmiz açılacaq. İstəyərdim sizə. Nəticələri necə onlar əldə edə bilirlər? Elə avtomatik görürlər bitirəndən sonra. Onlara belə bir səhifə təqdim olunur iştirakçılara. Gördüyünüz kimi burada təfəkkür testi, testə başla, şəxsi xüsusiyyətlər testi, peşə maraqları testi qeyd etdiyimiz formadadır. Bitirəndən sonra artıq nəticələr bölməsi açılacaq və burada tanış ol düyməsi var. Tanış ol düyməsinə basdıqdan sonra bizə belə bir formada göstərim. Bizə belə əks əlaqə, bəli, yəni məlumatların daha dəqiq formada açılışı olacaq. Məsəl üçün, burada qeyd olunub cədvəllər. Cədvəllərin sağında düymə var. O düyməyə basdıqda biz bütün cədvəlləri görəcəyik ki, məsəl üçün, təfəkkür testindən hansı nəticələr, şəxsi xüsusiyyətdən hansı nəticələr, peşə maraqlarından və s. Orada nəticə deyəndə hansı belə istiqamətləri göstərir də, yoxsa məsəl üçün, yəni konkret sənə nəticə verir ki, bu istiqamət sənə uyğundur, yoxsa necə? Biz daha çox refleksiv, yəni özünü tanışlıq formasında məlumatı bu il ümumiyyətlə bizim alətdə təqdim olunubdur. Yəni, ona hansısa bir bal filan təqdim olunur da sadəcə? Ballar təqdim olunur. Məsəl üçün, necə ola bilər ki, riyazi təfəkkür, məsələn, 27 baldan yığıb 20 bal. Belə bir formada ola bilər. Ya da ki, şəxsi xüsusiyyətlər testində deyək ki, 32 baldan çeviklikdən 18 bal. Ona nə verir? Məsəl üçün, onu öyrənə bilir də, tutaq ki, bu 27-dən 20 toplayıbsa. Bu, bir növ onun üçün də bir məlumat olacaq ki, əgər maksimum 27-dirsə, mən 20 yığmışam, bu mənim üçün 7 səhvdir, deməli 20 toplamışam, pis deyil, yaxşı bir nəticədir və aşağıda o nəticələr hansı bir peşə ilə uyğunlaşanda biz o tələblərə uyğunluğu görəcəyik ki, nə dərəcədə yaxındır bizə. Uyğun hansısa bir deyək ki, peşəyə yaxınlığını müəyyən edir. Biz daha çox peşə yox, peşə sahələrindən irəli gəlmişik, çünki biz istəmədik ki, ümumiyyətlə bir sərhəd qoyaq ki, sizə sırf bu peşələr aiddir. Biz peşə sahələrindən irəli gələrək əks əlaqələrimizi təqdim etmişik. Ümumiyyətlə nəticə nədən irəli gəlir? Yəni təqdim olunan nəticələr ümumiyyətlə nə haqdadır, nə deməkdir? Bu suala çox vaxtı iştirakçılar cavab verə bilmir, çünki anlamırlar tam formadakı və, yəni nə etməliyik bununla və biz bu nə etməliyik bununla da suallara cavab verməyə çalışmışıq. Məsəl üçün, öz test nəticələrinə nəzər sal punktunda biz burada baxırıq ki, peşə maraqları üzrə nəticələrinə diqqət yetir. Ki, təfəkkür növləri üzrə testdə nəzər yetir. Şəxsi xüsusiyyətlər üzrə test daha dərindən tanı. Hər bir test haqda biz daha ətraflı məlumat veririk ki, artıq iştirakçıda o haqda suallar yaranmasın. Bundan əlavə də nəticələrini təhlil edir, elə bil. Və elə olur ki, biz məsəl üçün hansısa bir testdən keçirik, cavabı bildik və ondan sonra nə etməliyik? O sual, ikinci sual yaranır və biz bu sual üçün də həmçinin belə deyək, vəsait təqdim etmişik ki, indi nə etməli və kiçik addımlarla başla, maraqlarını real fəaliyyətlə sına. Belə bir formatda biz məlumatlar təqdim edirik ki, siz, məsəl üçün, sizdə çıxır ki, sizə incəsənət maraqlıdır. İncəsənətə marağınız varsa, biz o marağı daha dərindən anlamaq üçün nələr edə bilərik? Hansısa bir videolara baxmaqla, ya da kitab oxumaqla, praktiki təcrübəmizdə sınamaqla, biz bunu necə eləyə bilərik praktikada və s. kimi suallara siz burada cavab tapa bilərsiniz. Və ən yekunda biz əgər ki, bütün verilən məlumatda hər hansı bir çətinlik yarandı, hər hansı bir sual yarandı, çətinlikdir, neysə tam anlamadıq və hal-hazırda bizim şəraitimiz ya da imkanımız yoxdur kimdənsə bunu soruşmaq, biz süni intellekt üçün təqdim olunan promptlar hazırlamışıq. Biz o promptları təqdim edirik süni intellektə və ondan əlavə süni intellekt sizdən
cavab olaraq sizin nəticələrinizi istəyəcək. Siz o nəticələrinizi təqdim edəndən sonra süni intellekt sizə daha dərinən, daha aydın bir nəticələrin təhlilini göstərəcək. Və siz o təhlili və həmçinin də bizim təqdim etdiyimiz əks əlaqə məlumatınızı təqdim edə bilərsiniz psixoloqunuza, valideyninizlə bir yerdə təhlil edə bilərsiniz, sinif rəhbərinizlə, ya müəlliminizlə, ya da ki, dostunuzla belə siz bu məlumatları bir yerdə təhlil edərək artıq peşə seçimində, peşə yolunuzda təməl qoyulan bir addımlar edəcəksiniz. Yəni, belə bir formada bizim əsas məqsədimiz bu idi. Yəni,